Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə Cavahir müəllimin hazırlamış olduğu nümunə 5-ci sinif BSG 2-nin ətraflı izahına birlikdə baxacağıq. Bütün summativ videolarımda olduğu kimi bu summativ videosunda da xüsusi qeyd etmək istəyirəm ki, bu izahı sadəcə sınaq məqsədli özünüzü yoxlamaq üçün istifadə edin. Xüsusilə BSG-lər rəhbərlik tərəfindən təyin olunur. Bu videonu köçürmə məqsədli istifadə etməyin. Bu videoda olan summativə düşə biləcək qaydaların izahlarından yararlanmağa çalışın. Testimiz əmr cümləsi ilə başlayır. Feil ilə başlayan cümlələrə əmr cümlələri deyilir. Gördüyünüz kimi look baxmaq deməkdir. Yəni əmr cümləsidir. Əmr cümləsindən sonra gələn cümlə indiki davam edici zamanda olmalıdır. Burada həm C, həm də D variantı davam edici zaman formasıdır. Cəmdə olduğu üçün bu səbəbdən doğru variantın C variantı götürülür. İkinci testimizdə düzgün əmr cümləsini düzəltmək tələb olunur. Əmr cümlələrin inkarı bir qayda olaraqdan don't vasitəsilə düzəlir. Üçüncü cümləmizdə tərcüməyə diqqət yetirmək lazımdır. Ümumiyyətlə bu situasiyada feil olduğu üçün nə is, nə də do yaza bilmərəm. İki variantım var. Tərcüməyə əsasən inkar yazacağam. Burada üzr istəyir və hal-hazırda yardım edə bilməyəcəyini bildirir. Kim görə bilər? Sən və təsdiqdə olduğu üçün kən ilə verilməlidir. Doğru variantım C variantı. Cümlə quruluşu ilə bağlı problem yaşayan şagirdlər yuxarıda çıxan hissəyə toxunaraqdan cümlə quruluşunu izah etdiyim ətraflı izah videosuna keçid edə bilərlər. Burada öncəliklə mübtəda, xəbər, tamamlıq, yer, zaman quruluşuna diqqət yetirmək lazımdır. Kim? Mən. Nə edirəm? Baxıram. Nəyə baxıram? Mənim paltarlarıma. Nə üçün? Parti üçün. Doğru variantım A variantı. Buraxılmış hərfləri tamamlamaq tələb olunur. Burada verilmiş sözüm sandal sözüdür. 7-ci testimizdə tərcüməyə əsasən düzgün variantı tapmalıyıq. O ingilis dilini öyrənə bilmir. Əgər ingilis dilini öyrənə bilmirsə, motivasiyadan düşmüş hiss edəcək. Əgər sualımız sənə ünvanlanırsa, cavabda isə mən şəklində cavab verilməlidir. Sən ev tapşırıqlarını etməkdə mənə kömək edə bilərsənmi? Ya inkar formatında verilir, xeyr, edə bilmərəm. Ya da təsdiq formatında verilir, bəli, edə bilərəm. Digərlərində isə sual sənə ünvanlansa da, mənlə cavablandırılmır. Hər gün su iç, zərərli qidalar yemə, o futbol topuna təpik vurur. 9-cu testimizdə definitionları uyğunlaşdırmaq tələb olunur. Boş paltar deməkdir, yəni doğru variantım A variantı. Şeylər ala biləcəyimiz yer hesab olunur. Ətək, doğru variantım B variantı. 10-cu testimizdə altından xətt çəkilmiş sözlərə müvafiq olaraqdan sual verilir. Otaqda sözünə sual vermək üçün harada xüsusi sual sözündən istifadə olunur. Xüsusi sualları düzəltmək üçün xüsusi sual sözü əvvəldə yazılır, daha sonra isə mövcud cümlə suala çevrilir. Burada indiki davam edici zaman olduğu üçün is qarşıya keçirilir. Yəni, where is Selenay sleeping? Digərində isə sual tamamlığa verilir. Onun bacıları hədiyyə kartı alır. Nəyi alır? Mən burada worddan istifadə etməliyəm. İndiki davam edici zamanda olduğu üçün to be-ni qarşıya keçirdim, burada da olduğu kimi. 11-ci testimizdə verilmiş cümləni suala və inkara çevirməliyik. Can modal feilinin sualını yazmaq üçün can qarşıya keçir, inkarını yazmaq üçün can'dən sonra not əlavə olunur. Birincidə Y variantı zərərli qidalar yemək, ikincidə topu tullamaq, üçüncüdə çay içmək, dördüncüdə parkda qaçmaq, beşincidə partidə rəqs etmək. 13-cü çalışmamızda verilmiş sözləri boşluqlara yazmaq lazımdır. Biz qarşılama kimi salam dedik. İkincidə o zoopark haqqında broşüra oxudu. Üçüncüdə mən topu dostuma ötürdüm. Dördüncüdə mənim atam güclüdür və o mənə kömək edir. Beşincidə stresi azaltmaq üçün mən fasilə verdim və dincəldim. 14-cü çalışmamızda uyğun olaraqdan in, on və yaxud da at yazılır. At night, in the afternoon, Saturday olduğu üçün on Saturday, yenə on Friday, saatlarla isə at 6 o'clock. Birincidən tərcüməyə diqqət yetirmək lazımdır. Qarlı günlərdə uşaqlar papaq və əlcək geyinir. Nəyə görə maşınlar yavaş hərəkət edir? Çünki bu cümlədən bizə məlum olduğu kimi, çünki yollar buzludur.
Üçüncü testimizdə mətn nə haqqındadır? Mətnimiz ağ və yumşaq bir şey haqqındadır. Birinci cümləmizdə bizə qarın ağ və yumşaq olduğu qeyd olunur. Ona görə də mən burada A variantı, yəni yumşaq və ağ rəngli bir şey yaza bilərəm, çünki bunun da mənası qara gətirib çıxarır. Qarlı qış günlərində yollar heç vaxt sürüşkən olmur. Lakin burada qeyd olunur ki, yollar əksinə olaraqdan sürüşkən olur. Ona görə də bu fikir yanlışdır. Videonu bəyəndinizsə, bəyənməyi, eləcə də şərh yazıb abunə olmağı unutmayın. Dərslərimizə qoşulmaq üçün yuxarıda qeyd olunan əlaqə nömrəsinə yaza bilərsiniz.